Salam, hörmətli həmkarlar və abituriyentlər. Sizlərlə birlikdə biz bu günləri 2025-ci il dekabr MHM 5-ci sınavının izahına baxacağıq. Birinci çalışma ilə başladıq. Deyir ki, 1 mol alkenin tam yanmasına 9 mol oksigen sərf olunur. Alken yazılır CnH-gen, üzərinə oksigen gəlirik. N qədər karbon qazı, N qədər də H2 əmələ gəlir yanmadan. Reaksiya üçün sərf olan oksigenin mol miqdarı 3n bölünsün 2-yə bərabərdir. İndi deyir ki, sərf olan oksigen 9 mol olarsa, 3n bölünsün 2 bərabərdir 9-a. Buradan N-i 6 tapırıq. N-imiz 6-dırsa, deməli alken C6H12, yəni heksen olacaq və yaxud da ki, yəni heksen olmasın, yəni başqa bir izomeri olsun. Əsas odur ki, alkenimiz C6H12 formuluna malikdir və C6H12-nin molekulunda, molekul deyəndə bir ədəd molekul nəzərdə tutulur. Bilirik ki, bir ədəd molekulunda 12 ədəd hidrogen atomu var. Niyə? Çünki 1 mol götürsək buradan, 1 molda 12 mol hidrogen atomu var. 1 molumuz bilirik ki, 1Na sayda molekul saxlayır. Buna xüsusi olaraq diqqət eləyək. 1 mol maddə öz tərkibində 1Na sayda, başqa cür desək, 6,2 vurulsun 10^23 sayda molekulu ehtiva edir. 1 mol maddən 1Na sayda molekul saxlayırsa, o zaman bir ədəd molekulunda təbii ki 12 ədəd hidrogen atomu saxlayacaqdır. Burada da 1 mol demirəm axı. 1 molum 12 mol hidrogendir. O da 12 Na sayda hidrogen atomu deməkdir. Amma mənə 1 mol demir axı, 1 molekul deyil. 1 molekul deyəndə 1 ədəd molekul. 1 ədəd molekulda təbii ki 12 ədəd hidrogen atomu olacaq. İndi deyək ki, aşağıdakılardan hansında 12 ədəd hidrogen atomu var? İndi 6 mol su, 6 mol H2O. Mol 6 mol dedik. 6-nı 2-yə vuranda burada 12 mol hidrogen atomu görürük. 12 ədəd hidrogen atomu görmədik axı. Ona görə bu getdi. 24 qram metan. Metan yazılır CH4. 1 mol metan 16 qramdırsa, o zaman x mol metanda 24 qramdır. Buradan metanın mol miqdarını 1,5 mol tapırıq. İndi 1,5 mol metan yazanda 1,5-i 4-ə vuranda bu 6 mol hidrogen atomu eləyir. 6 mol hidrogen atomu 6 vurulsun 6,2 vurulsun 10^23 sayda hidrogen atomunu saxlayır. 12 ədəd hidrogen saxlamadı axı. Bu da getdi. Və ya da ki 270 qram sulfat turşusu. 270 qram sulfat turşusu 1 mol sulfat turşusu 98 qramdırsa, o zaman x mol sulfat turşusu da 270 qram olacaq. Buradan sulfat turşusunun mol miqdarını təqribi alırıq. 270-i 98-ə bölsək, hardasa bizə verəcək 2,7 mol H2SO4. Və bu mol oldu yenə də. 2,7 mol H2SO4, 2,7-ni hidrogen indeksdəki 2-yə vuranda hardasa 5,5 mol hidrogen atomu deməkdir. Bu da 5,5 Na sayda hidrogen atomu deməkdir. 12 ədəd olmadı. Və ya da ki, D variantını gəlin yoxlayaq. Baxın, D variantını buradan yoxlayıram. 108 AKV su. Birinci növbədə düsturları yadımıza salaq. Bilirik ki, bir ədəd molekulun kütləsini hesablayan zaman biz onun həmişə MR-ni Na-ya bölürük. İndi biz bir ədəd molekulun kütləsini hesablayanda MR-i Na-ya bölürük və yaxud da ki, MR-i AKV-yə vururuq. Bu düsturları yadda saxlayaq. Bir ədəd molekulun kütləsi bərabərdir MR bölünsün Na və yaxud da ki, MR vurulsun AKV. İndi bir ədəd molekulun kütləsini tapanda, su molekulun kütləsini tapanda 10 MR-ni, yəni 18-i vurmalıyam AKV-yə. İndi 18 AKV bir ədəd su molekulunun kütləsidir. Onda tənasüb belə qurarsınız ki, bir ədəd molekulun kütləsi 18 AKV-dirsə, x ədəd molekulun da kütləsi 108 AKV eləyəcək. Buradan su molekulunun sayını hesablayırsınız. Bir ədədim 18 AKV-yə bərabərsə, x ədədim 108 AKV-yə bərabərdir. 108-i 18-ə böldük, tapdıq ki, 6 ədəd H2O molekulundan söhbət gedir. 6 ədəd H2O molekulsa 6-nı hidrogen indeksində 2-yə vuranda 12 ədəd hidrogen atomu görürük. Zaten mənə 12 ədəd hidrogen atomu lazım idi. Ona görə doğru cavabı D variantı seçəcəyik. 3 mol metanda 12 mol hidrogen atomu var. Bu 12 ədəd deyil. Ona görə də Y variantı doğru deyil. Yalnız D variantı doğru olacaq. İkinci çalışmaya baxaq. Gəlin yuxarıdakılardan bəzilərini silək, bizə maneçilik törətməsin. 2 fazalı qarışıq əmələ gətirir. 2 fazalı qarışıq deyəndə heterogen sistem nəzərdə tutulur. Heterogen qarışıq nəzərdə tutulur. İndi baxaq. Şəkər su homogen sistemdir. Homogen şəkər suda həll ola bilir. Potaş həmçinin kalium karbonatdır. Kalium bütün duzları həll olandır. Su ilə homogen sistem yaradır. Glukoza suda həll olur. Homogen qarışıqdır. Kükürt və karbon disulfid. Təbii ki, bu da belə deyək də homogen sistem olacaq. Amma tolulla su, tolul
belə deyək də, maye aqreqat halda olan karbohidrogendir. Amma suda həll olurmu? Yox. Karbohidrogenlər suda həll olmur. Su ilə dolu bir-biri ilə iki fazalı qarışıq əmələ gətirəcək. Doğru cavab Y variantında göstərilibdir. Aha, növbəti halda 3-ə baxırıq. Deyir ki, 40%li 300 qram duz məhluluna su əlavə etməklə 10%li məhlul alındı. Deməli, əlimizdə 300 qram 40%li məhlul var. Bura 10%li məhlul, bura bir qədər su əlavə etmişik, 10%li məhlul almışıq. Bunu rahat məncə düsturla həll edə bilərik. Düsturumuz nədir? M1 omega 1 üstə gəl M2 omega 2 bərabərdir. M1 üstə gəlinsin M2 vurulsun omega son. Buradan birinci məhlulumuz 300 qramdır. M1-im 300 qramdır. Birinci məhlulun faizli qatlığı 40%dir. Üzərindən gəlirik ikinci əlavə olunan su. Bilmirəm nə qədərdir. Elə x qram yazaq onu. Və əlavə olunan su 0%-dir. Niyə? Çünki su özü tək götürüləndə 0% qəbul olunur. Çünki suyun içərisində heç bir həll olan yoxdur deyə. Orada mən müəyyən bir faiz görmürəm. Suyun özünü 0% qəbul edirəm. Bu bərabərdir birinci məhlul, yəni 300 qram üstə gəlinsin su, suyun kütləsini x qram yazıram, vurulsun omega son. Son əldə etdiyimiz məhlul 10%. Məhlulda omega sonu 10% yazacağım. Buradan tənliyi həll eləsəm 12.000 bərabərdir. 300-ü 10-a vursaq 3000 üstə gəlinsin 10x-ə. Buradan 10x-im bərabərdir 9000-ə. X-imiz bərabərdir 900 qrama. Aha, x-imiz bərabər olacaq neçəyə? 900 qrama. İndi əlavə olan suyun miqdarı doğru göstərmişdir. 900 qram 900 millilitrdir. 900 litr deyil. 900 qram 500 qram deyil. İndi gəlin 9 qram suyun molunu hesablayaq. Nü bərabərdir kiçik M bölünsün böyük M düsturuna görə. Suyun kütləsi 9 qramdır. Onun molar kütləsi 18-ə bərabərdir. 918-ə bölərik. Bu da bizə verər 50 mol. Deməli suyumuz 50 mol götürülübdür. 50 mol su bizə elə 3-də Y variantında göstərilibdir. Yəni 100 mol doğru deyil. 360 qram zaten doğru deyil. Çünki 9 qram tapmışıq cavabı. 4-cü çalışma ilə davam edirik. Bunları pozaq. Keçək 4-cü çalışmamızın izahına. Deyir ki, etil spirti, xrom O3 sülfat turşusu. Nəsə reaksiyanı yazıb. Deyir, reaksiyada oksidləşdirici maddənin əmsalını müəyyənləşdirin. Rahat həll eləməyin yolu nə olar? C2H5OH qısa şəkildə C2H6O yazılır. Oksigen -2, yəni qısaldıb yazırıq da biz bunu. Ümumiyyətlə, oksidləşmə dərəcəsini hesablayanda üzvü maddələrdə ən rahat yol qısaldıb tapmaqdır. C2H5OH-ı qısaldıb C2H6O şəklində yazdım. Oksigen -2, hidrogen -1, karbonu X yazıram. 2x üstə gəlsin 6 çıxılsın. -2 indeks, oksigen indeksdəki 1-ə vuranda -2 eləyir. Bərabərdir 0-a. 2x-imiz bərabərdir -4-ə. X-imiz bərabərdir -2-yə. Burada karbon oksidləşmə dərəcəsini -2 tapdıq. Keçək CH3COH maddəsinə. CH3COH maddəsini qısa şəkildə C2H4O2 kimi yazırıq. Oksigen -2, hidrogen -1, karbon X-dir. 2x üstə gəl 4 çıxılsın 4 bərabərdir 0, x bərabərdir 0-a. Deməli, gördük ki, karbon -2 oksidləşmə dərəcəsindən karbon 0-a gəlibdir. Çıxılsın 2 elektron. Solda karbon indeksində 2 olduğuna görə 2-ni 2-yə vuraraq çıxılsın 4 elektron yazarıq. Bunların rahat əmsallaşma qaydalarını dərs izahlarında demişəm. Zaten çoxunuz bilirsiniz. Mənim yəni qrupumda olanlar. Xrom O3-də isə xrom -6 oksidləşmə dərəcəsi göstərir. Gəlib xrom 3 sülfatda xrom -3 oksidləşmə dərəcəsinə. Xrom 3 sülfatdan xrom -3-ə gələndə üstə gəlinsin 3 elektron. Aha. Və gəlin yazaq. 4, 3, 3, 4. İndi bizə deyir ki, oksidləşdirici maddənin əmsalını tap. Biz bilirik ki, karbonun əmsalı 3 olacaq. Yəni, burada karbonun əmsalını 3 yazacaq. Xromun əmsalı isə 4 olacaq. Xrom da qarşısına 4 yazacaq. Burada karbon azdan çoxa gedib oksidləşmə dərəcəsi. Yəni, karbon olub reduksiya edici. Xrom isə çoxdan aza gəlib. Demək, xrom olub oksidləşdirici. Oksidləşdirici maddəmiz xrom O3 maddəsidir. Əmsalı 4-dür. Doğru cavab 4-də C variantına göstərilib. Əmsallaşdırmanın tam yerinə yetirməyə gərək yoxdur. Qısa şəkildə, bax belə rahatlıqla yaza bilərsiniz. Yəni, tam əmsallaşdırmağa gərək yoxdur. Məndən oksidləşdirici maddəni soruşurmu? Soruşur. İmtahana getmişəm, vaxtım dardır. Bilirəm ki, xromun qarşısına 4 əmsal düşəcək. Gəldim, yazdım 4. Və yenə deyirəm, bunların rahat əmsallaşdırma, oksidləşdirici, reduksiyacı, bunların əmsallarının müəyyənləşdirilməsi hamısı dərs izahlarında çox ətraflı vermişəm. İstəsəniz açıb oksidləşmə, reduksiya reaksiyaları dərsinin izahına baxa bilərsiniz. Növbəti 5-ci çalışma deyir, molekulda karbon atomlarının sayı artdıqca hidrogenin kütlə payı artır.
Birinci növbədə yadda saxlamaq lazımdır ki, alken də sikl alkandır. Burada karbonun sayı artanda hidrogenin kütlə payı və karbonun kütlə payı dəyişmir. Niyə? Çünki onların ümumi formulları CnH2-dir. Və istər alken, istər də sikl alkan olsun, karbonun sayı artanda orada nə karbon, nə də hidrogenin kütlə payı dəyişmir. Olduğu kimi qalır. Ona görə də alken olan variantları çıxacağıq. Sikl alkan olan da çıxacağıq. Əlimizdə qalacaq ya B-dir, ya da C-dir cavab. İndi gəlin görək hansı olar. Alkin və arendir. Alkinlər üçün ümumi formu CnH2-nin çıxılsın 2-dir və alkin üçün gəlin bir dənə, mən heç birisini əzbər bilmirəm, ona görə nə edirəm? Özümdən bir alkin yazıram. Məsəl üçün deyək ki, asetilin yazmışam, C2H2. Növbəti alkini isə C3H4 yazıram. Növbəti homoloji sıra və karbon sayı artdı mı? Artdı və bu zaman gəlin görək, karbon atomları sayı artanda hidrogenin kütlə payı necə dəyişdi? Birinci harda hidrogenimiz 2 qramdır. Maddənin ümumi emiri isə 26-dır. 2-ni 26-ya bölüb 100%-ə vurmalıyam. Buradan tənliyi həll eləsək, 13-də 1 vurulsun 100% elədir. C3H4-də isə hidrogen 4-dür, ümumi emir isə 40-dır. Vururam 100%-ə. Hesablama aparsam 1 bölünsün 10, 44 ilə 40 xısar getdi. Vurulsun 100%-ə. Yəni birincidə 1-i 13-ə bölmüşdüm, ikincidə isə 1-i 10-a böldüm. Və göründüyü kimi hidrogenin kütlə payı bayaqlar 13-də 1 vurulsun 100%, indi 10-da 1 vurulsun 100%-də. Təbii ki, məxrəcim nədir? Kiçildi. Deməli kütlə payım artdı da. Yəni 13 biri var, 1-i 13-ə böləsən, bir də var 1-i 10-a böləsən. 1-i 13-ə böləndə daha kiçik rəqəm alacaq, amma 1-i 10-a böləndə biraz böyük rəqəm alacaq. Yəni göründüyü kimi alkində həqiqətən artım müşahidə olundu. Alkin doğrudur. Bəs arendə doğrudurmu? Arendlər üçün ilk nümayəndə C6H6 benzol götürək. İkinci nümayəndə toluol götürək. C7, CnH2-nin çıxılsın 6-dır da. 14-dən 6 çıxsaq, yəqin ki 8 eləyər. İndi hidrogenin kütləsi 6-dır birinci halda. Ümumi emir isə 12-ni 6-ya vursaq 72, 78 eləməlidir, səhv eləmirəmsə. 6-nı 78-ə bölməliyəm. Görək 78 ilə 6 xısar gedirmi? Hardasa 1 bölünsün 13 elədi burada. C7H8-də isə 8 hidrogendir. 12-ni vuraq 7-yə, 84, üzərinə də 8 gələk 92. 8, 92. 92 ilə 8-i xısar gedirmi? Hardasa 92-ni 8-ə böləndə 11,5 eləməlidir, səhv eləmirəmsə. Birincidə 1 bölünsün 13 oldu. İkincidə 8 ilə 92-ni xısar apardım. Hardasa 1 bölünsün 11,5 elədi və göründüyü kimi bayaqları 1-i 13-ə bölüb daha kiçik rəqəm almışdım. 1-i 11,5-ə böləndə daha belə deyək də kiçik rəqəmə böldüyümə görə artacaq. Hidrogenin kütlə payı artacaq. Yəni bir var 13-də 1, bir də var 11,5-də 1. Yəni təbii ki, 1-i 11,5-ə böləndə daha böyük rəqəm aldığımıza görə göründüyü kimi arendə də emir artdıqda bir nümayəndədən digər nümayəndəyə keçəndə həqiqətən kütlə payı hidrogen üçün artdı. Yəni doğru ifadə B variantı. Yəni mən bunların heç birisini əzbərləmirəm. Sadəcə gətirirəm, yerinə qoyuram, maddə kimi bir maddə götürürəm və hesablayıb cavabı tapıram. Sonra oksidləşmə reduksiya prosesidir. Elektroliz bilirik ki, oksidləşmə reduksiya prosesidir. Niyə? Çünki elektroliz bilirik ki, elektrolitləri suda həll etdikdə elektrodlarda, yəni katodda və anodda baş verən oksidləşmə reduksiya reaksiyalarıdır. Burada katodda reduksiya, anodda oksidləşmə prosesi müşahidə olunur. Ona görə də elektroliz həqiqətən oksidləşmə reduksiya prosesidir. Distillə ümumiyyətlə heç kimyəvi hadisə deyil. Orada heç bir oksidləşmə reduksiya prosesi müşahidə olunur. Ümumiyyətlə o fiziki prosesdir. Onu ümumiyyətlə cavabı sırası görən kimi çıxartmalıydıq oradan. Növbəti halda biz nə götürməliyik? Dissosiasiya. Dissosiyasiyada da məsəl üçün deyək ki, natrium xlor götürmüşəm. Dissosiasiya elədim, natrium müsbət, xlor mənfi iyonlar əmələ gətirdi. Natrium müsbət, xlor mənfi zaten solda da vardı. Sağda da natrium müsbət, xlor mənfi gördüm. Yəni burada heç bir oksidləşmə reduksiya reaksiyası müşahidə olunmadı. Yəni nəsə bir dəyişiklik baş vermədi. Yaxud da ki, məsəl üçün deyək ki, kalsium SO4 verib iyonlara, daha doğrusu kalsium SO4 olmaz, üzr istəyirəm, çünki çöküntüdür. Məsəl üçün başqa bir həll olan maddə götürək, kalium nitrat məsəl üçün götürək. Kalium müsbət, NO3 mənfi iyonlar əmələ gəlir dissosiasiya nəticəsində. Solda da kalium nitratda kalium müsbət, NO3 mənfi idi. Sağda da mən onu iyonlara dissosiasiya elədim. Yəni burada heç bir müşahidə olunmadı axı. Yəni belə deyək də dissosiasiya dərəcəsi müşahidə dəyişmədi axı. Üzr istəyirəm. Yəni burada heç bir oksidləşmə reduksiya reaksiyası müşahidə eləmədik. Yəni onu demək istəyirəm. Yəni iyonun yükü dəyişmədi. Onu demək istəyirəm. Kalium müsbət 1-dir, solda da, sağda da müsbət 1-dir. NO3 solda da mənfi 1-dir, sağda da mənfi 1-dir. Yəni burada heç bir oksidləşmə dərəcəsinin dəyişmədiyi halı müşahidə edə bilmədik.
Hidroliz. Hidroliz də həmçinin, niyə görə həmçinin deyirik? Hidroliz nədir? Məsəl üçün deyək ki, duz götürmüşəm. Məsəl üçün deyirəm, kalium sulfit duzu. Onun su ilə hidroliz uğradıram. Reaksiya nəticəsində kalium OH qələvsi əmələ gələcək. Bir də H2 zəif elektrolit yaranacaq və kalium sulfitdə kükürt -2-dir, H2-də də -2-dir. Kalium 2-də kalium -1-dir, kalium OH-da da -1-dir. Su da həmçinin hidrogen -1, oksigen -2. Solda da hidrogen -1-dir, sağda da oksigen də həmçinin -2 olaraq qalıb. Heç bir elementin oksidaşma dərəcəsi dəyişmədi. Ona görə hidroliz də ümumiyyətlə oksidləşmə reduksiya reaksiyası deyil. Yalnız bir oksidləşmə reduksiya reaksiyası oldu. Doğru cavab D variantında göstərilibdir. Sonra oksigen kükürt dioksiddən ibarət qaz qarışığında oksidin kütləsinə nisbəti. Deməli, əlimizdə oksigen var, yazıram O2, kükürt dioksid var, SO2 yazıram. Birini X mol düşünürəm, birini Y mol düşünürəm. Deyir ki, oksigen və kükürt dioksiddən ibarət qaz qarışığında oksigenin kütləsi burada X mol oksigen 32 qramdır. Deyir, oksigenin kütləsinin oksidin kütləsinə, oksid də deyəndə SO2 nəzərdə tutulur. Y mol SO2 64 Y qramdır. Deyir, bunların nisbəti 3-ün 2-yə nisbəti kimidir. İndi buradan mən hesablama aparsam, 32 ilə 64 ixtisar gedir. 1x bölünsün 2y bərabər olur 3 bölünsün 2-yə. Buradan tənliyi həll eləsək, 2-lər ixtisar gedir. X bərabər olur 3y-ə. Tənliyi həll elədik. O zaman x-i pozub nə yaza bilərəm? 3y mol yaza bilərəm oksigen. 3y mol oksigen. Aha, yazdıq mı? Yazdıq. Deməli, əlimizdə nə oldu? 3y mol oksigen oldu. 3y mol oksigen oldu. Bir də y mol SO2 oldu. İndi deyir ki, qaz qarışığında oksigenin mol payını tap. Oksigenimiz 3y moldur. Ümumi maddələrin mol miqdarı cəmi isə 4y moldur. Niyə? Çünki 3y mol oksigenin var, y molda SO2 var. Cəm qaz qarışığı 4y mol oldu. İndi mən burada oksigenin mol payını tapmaq üçün 3y qədər oksigenin molunu bölməliyəm. Qaz qarışığının ümumi mol miqdarı 4y-ə vurmalıyam 100%-ə. Bu da mənə verəcək 75%. Doğru cavab 7-də A variantında göstərilibdir. 8 ilə izahımıza davam edirik. Propilenin yanmasından 33,6 litr karbon dioksid alınıb və 780 kilojol istilik ayrılıb. Yanma reaksiyasının istilik effektini tap. Propilen C3H6-dır. Üzərindən gəlirəm oksigen. Solda 3 mol karbon görürəm. Sağda 3 mol karbon qazı yazacağım. 6 mol su görürəm. 3 mol H2O yazaram. Oksigen əmsalı baxanda 3 mol oksigen 9 oksigen elədir. Mən bunu gəlib 4,5 şəklində yazsam düzgün olmaz. Niyə? Çünki əmsallaşdırmanı tam aparmalıyıq ki, istilik effekti məsələlərində mütləq əmsallaşma tam aparılmalıdır. Onda 3 mol yox, 6 mol yazaq. Əmsalları 2 dəfə artıraq da. Onda burada 2 yazaq. Aha, 2 mol CH6, 6 mol karbon qazı, 6 mol da su yazdıq. Oksigen əmsalına baxanda 12 üzərinə 6. Deməli, 18 mol oksigen sağdadır. Onda sonra 9 mol oksigen yazaram ki, oksigen əmsalını tamamlaya bilim. Deyir, 33,6 litr karbon dioksid alınıb. Normalda mən görürəm ki, 6 mol karbon qaz əmələ gəlməlidir. İndi 33,6 litr gəlin əvvəlcə mola çevirək. Nü bərabərdir V bölünsün V'nin düsturuna görə. Mən oksigenin mol miqdarını hesablamaq üçün onun həcmini 33,6-nı bölərəm 60, deməli 22,4-ə. Nəyə görə 22,4-ə bölürük? Çünki V'm, yəni molar həcmimiz 22,4 litrdir də. 22,4-ə bölərəm. Və yaxud da ki, istəsəniz taparıq 1,5 mol, ya da istəsəniz, əgər belə çətinlik çəkirsinizsə, belə də eləyə bilərsiniz də, yəni tənasüblə gedin. Tənasübə görə nə yazarıq? 1 mol qaz normal şəraitdə 22,4 litr həcm tutursa, x mol qazımız normal şəraitdə 33,6 litr həcm tutacaq. Buradan qazın mol miqdarını 1,5 mol hesablayırıq. İndi 1,5 mol karbon qazı olanda 780 kilojol istilik ayrıldı, düzdürmü? Lap aşağıdan yazarıq. 1,5 mol karbon qazı 780 kilojol istilik ayırırsa, bizim reaksiyamızın, yanma reaksiyamıza görə, bu tənliyə görə 6 mol karbon qazı əmələ gəlməlidir. Aha, 6 mol karbon qazı əmələ gələndə x kilojol istilik ayrılacaq. Buradan x-imiz bərabərdir. 4 dəfə artırırıq da. 780-i
Vuraq 4-ə, ixtisar apardım birbaşa. O da eləcək 3120. Deməli, bu reaksiyanın istilik effekti 3120 kilojoula bərabər olub. Yanma reaksiyasının istilik effektini tapdanda əmsalları tam aparmaq lazımdır. Tam əmsallaşdırma aparmaq lazımdır. Yəni, natamam əmsallaşdırma olmaz. Yəni, görürük ki, 6 mol karbon qazı yanma reaksiyası üçün əmələ gəlməlidir və ona əsasən tənasib qurduq. Doğru cavab B variantında göstərilibdir. 9-dan davam edirdik. Doğru ifadəni müəyyənləşdirin. Natrium xloridin hidrolizindən əsasi mühit yaranır. Ümumiyyətlə, natrium xlorid hidrolizə uğraya bilmir. Niyə? Çünki qüvvətli əsas qüvvətli turşudan əmələ gəlmiş duzdur. Onlar hidrolizə uğramırlar. Kalium hidrosulfat duzu bir mərhələdə dissosiasiya edər. Kalium hidrosulfat yazılır kalium HSO4 və biz bilirik ki, turş duzlar hidrogen sayından 1 bayt artıq mərhələdə dissosiasiya uğrayır. Hidrogen sayı 1-dir. 1-in üzərinə 1 gəlsək, deməli 2 mərhələdə dissosiasiya edəcək. Bu səhv olacaq. Bir mərhələdə deyir də mənə. Ona görə səhv götürdüm. Kalium nitrat qüvvətli nədir? Elektrolitdir. Kalium nitrat suda həll olan duzdur. Suda həll olan bütün duzlar qüvvətli elektrolitlərdir. Deməli, doğru cavab C variantı. Zaten məndən C-ni soruşurdu. E variantında deyir ki, mis-2 müsbət iyonları xlorid iyonlarının köməyi ilə təyin etmək olar. Mis-2 müsbət iyonları xlorid iyonlarından çöküntü vermir. Əgər çöküntü yaransaydı təyin edə bilərdim. OH mənfi iyonları ilə mavi rəngli çöküntü verir, onunla təyin edərdim. Olmaz axı xlordan. Ona görə də doğru cavab 9-da C variantını göstərilib. 10. Hansı reaksiyalar karbohidrogen molekulundakı karbon oksidaşması ilə nəticələnir? Aha, etilen oksigenlə mis dəmir palladium katalizator iştirakında reaksiya girəndə sirkə aldehidə əmələ gəlir. Bunu belə yazdıq. İndi etileni yazsaq C2H4. Hidrogen müsbət 1, karbon X-dir. Oksidaşma dərəcəsi 2x üstə gəlsin 4 bərabərdir 0. 2x mənfi 4, x-imiz mənfi 2-yə bərabərdir. Karbon burada mənfi 2-dən. Aldehiddə gəlin görə karbon neçəyə keçiddir? Aldehid CH3COH-dır. Qısa şəkildə mən bunu C2H4O şəklində yazaram. Oksigen mənfi 2, hidrogen müsbət 1, karbon X-dir. 2x üstə gəl 4. Çıxılsın 2 bərabərdir 0. 2x üstə gəlsin 2 bərabərdir 0. X bərabərdir mənfi 1. Karbon mənfi 2-dən mənfi 1-ə gəldi. Karbon deməli mənfi 2 azdır, mənfi 1 çoxdur. Azdan çoxa getdi, oldu reduksiya edici. Karbon burada reduksiya edicidirsə, adından da göründüyü kimi karbon reduksiya edicidir. O kimisə reduksiya edir, əvəzində özü oksidləşir. Karbon oksidləşməsi prosesi həqiqətən müşahidə olundu. Həm də burada reaksiya oksigenlə həyata keçirilirsə, orada oksidləşdirici maddəmiz oksigendir, argent daha doğrusu mis dəmir palladium iştirakında oksidləşmə prosesi həyata keçirilir də, burada belə deyək də. Və ona görə də oradan da elə bilə bilərdik ki, etilen burada oksidləşdi. Yəni etilen karbonun oksidləşməsi prosesi müşahidə olundu. Sadəcə olaraq mən ətraflı izah vermək istədiyimə görə oksidləşmə dərəcəsini göstərdim. Bir doğrudur. Sonra aslında baxa bilərdiniz. C2H4 deyil, hidrogen 0-dan hidrogen müsbət 1-ə gəlir. Azdan çoxa gedir, olur reduksiya edici. Hidrogen reduksiya edicidirsə, o oksidləşər də, düzdürmü? Ona görə burada da hidrogen oksidləşdi, karbon reduksiya olundu, bu səhvdir. Sonra etilen kalium permanganat iştirakında oksidləşir. Bu cümləni zaten oradan baxan kimi bilirsiniz ki, etilen kalium permanganat iştirakında oksidləşir. Burada kalium permanganat oksidləşdirici reagentdir. Oksidləşdirici reagent olduğuna görə karbonu oksidləşdirəcək. Yəni burada karbon oksidləşir. Lap qısa şəkildə belə deyə bilərsiniz ki, etilen kalium permanganatla reaksiya girdi, etilen qlükol yaratdı, CH2, CH2, OH, OH. Burada qısa formulla mən dediyim kimi hesablayıb da yaza bilərsiniz. Və yaxud da ki, kalium permanganat burada manqan O2-yə çevrilir. Bilirsiniz ki, kalium permanganat bənövşəyi rəngli maddədir. Manqan 4 oksid qəhvəyi rəngli birləşmədir. Elə burada kalium permanganatdan manqan 4 oksidə keçid eləyəndə də zaten biz manqan burada müsbət 7-dən müsbət 4-ə keçir, çoxdan aza gəlir, o oksidləşdirici, karbon, manqan daha doğrusu oksidləşdirici olduğuna görə deməli o oksidləşdiricidirsə, karbon reduksiya edici olacaq və reduksiya edici adından da göründüyü kimi hansısa bir maddəni reduksiya edib əvəzində özü oksidləşir. Yəni burada etilen oksidləşməsi prosesi müşahidə olunacaqdır təbii ki. Növbəti halda natriumdan reaksiyadır. Burada da nəyə baxacağıq? Deməli, C3H7 xlor, C2H5 xlor natriumdan reaksiya girdi. Əgər üzv maddədə çətinlik çəkirsə, yenə deyirəm, bu Wurst reaksiyası da bilirsiniz də, buradan əmələ gələcək 3 karbonludur, 2 karbonludur. Bunun heç önəmi yoxdur, hansı üzv maddə yaranacaq. Qısa şəkildə mən natriuma görə hesablama aparmaq istəyirəm. Natrium, xlor əmələ gəlir burada. Natrium 0-dan natrium müsbət 1-ə gəlir. Natrium azdan çoxa getdi. Oldu reduksiya edici. Reduksiya edici adından da göründüyü kimi hansısa maddəni reduksiya edib əvəzində özü oksidləşir. Deməli, natrium burada oksidləşəcək. Təbii ki, karbon artıq bunun əksi olmalıdır. Karbon oksidləşə bilməyəcək. Karbon reduksiya olunacaq. Karbon oksidləşməsi prosesi 1 və 3-də müşahidə olunduğuna görə onda doğru cavabı C variantı seçərsiniz.
Növbəti 11-ci çalışma ilə izahımıza davam edirik. 11-ci çalışmada gəlin görək bizə nə deyir. Deməli 11-də deyir qatılığı 0,2 molar olan 200 ml sink klorid məhlulunda xlor iyonlarının mol miqdarını hesablayan səsasiya dərəcəsi 80%-dir. İndi S bərabərdir N bölünsün V düsturuna görə N də bərabərdir SV-yə. Mən buradan deməli mol miqdarını, natri xlorun mol miqdarını hesaplamaq, daha doğrusu sink klorid deyir, üzr istəyirəm. Sink kloridin mol miqdarını hesablamaq üçün nə edərəm? Onun molar qatılığı 0,2 moları vuraram məhlulun həcmi 0,2 litrə, taparam 0,4 mol sink klorid. Aha, indi 0,4 mol sink kloridin 80% dissosiasiya uğrayıb. Çünki dissosiasiya dərəcəsinin 80% olmağı o deməkdir ki, mən 0,4 mol götürsəm də bunun 80% iyonlara dissosiasiya edəcək. Yəni 0,4-ün 80% iyonlara dissosiasiya edir. Bunun üçün mən 0,4-ün 80%-ni tapıram. 0,4-ün 80%-ni tapanda tapıram ki, 0,032 mol nədir? Sink klor 2 iyonlara dissosiasiya eləyibdir. 0,032 mol sink klor 2 iyonlara dissosiasiya eləyəndə əmələ gələn xlor iyonlarının mol miqdarını taplayanda 0,032 mol sink klor 2 dissosiasiya eləyib və xlorun indeksində 2 olduğuna görə 0,032-ni 2-yə vurmaqla 0,064 mol xlor mənfi iyonların əmələ gəldiyini müşahidə edərik. Doğru cavab ona görə 11-də B variantında göstərilibdir. Növbəti lövhə məsələsidir. Lövhə məsələlərini bu yaxınlarda YouTube-da açıq izahını da verdim. Həmçinin qrupda da dərsimiz oldu, lövhə məsələləri dərsi. İndi gəlin görək burada nə deyir bizə. Deyir 20 qram dəmir lövhə, 250 qram 20% miski sulfat məhluluna daxil edilib. Reaksiyadan sonra lövhənin kütləsi neçə qram olar? Deyirdim burada ən rahat yol beynimizdə təsəvvür etməyimizdir. Təsəvvürə gətirən qabdır. Qabın içində kuprum SO4 məhlulu var və bura biz lövhə daxil eləmişik. Lövhə dəmir metalından hazırlanıbdır. Və biz bilirik ki, ferrumla kuprum SO4 arasında reaksiya baş verəndə bu əvəz etmə reaksiyasıdır. Reaksiya nəticəsində ferrum SO4 duzu əmələ gəlir və kuprum metalı yaranır. Və hər bir molda lövhədən 1 mol dəmir, yəni 56 qram dəmir çıxır və lövhəyə 1 mol kuprum metalı keçir. Yəni 64 qram kuprum metalı keçir. 56 qram dəmir lövhəni tərk edib. Əvəzinə 64 qramlıq mis keçəndə lövhədə 8 qram artım müşahidə olunur. Aha, indi ümumiyyətlə lövhə məsələlərində həmişə hesablamanızı duza görə aparın. Niyə? Çünki lövhə böyük olur kütləcə və burada belə deyək də, lövhə kütləcə böyük olduğuna görə hesablama deməli duza görə aparılmalıdır. İndi 250 qram 20% nə deməkdir müəllimlər? 250 qram 20% mis sulfat məhlulu o demək ki, burada 50 qram miski sulfat var. 50 qram miski sulfatım var. Deməli 20 qram da dəmirim var. Yenə deyirəm, hesablamamız duza görə aparılır. Ona görə mən dəmirə görə hesablama aparmayacağam. Deməli nə edəcəyik? Miski sulfata görə hesablama aparacağıq və onda nə edirik? Normalda biz burada görürük ki, 1 mol dəmir və yaxud da ki, 1 mol miski sulfat arasında, yəni yenə deyirəm, hesablamamızı miski sulfata görə aparmalıyıq. Çünki həmişə lövhə məsələlərində lövhənin kütləsi böyük götürülür. Çünki hesablama, daha doğrusu reaksiya lövhənin üzərində həyata keçirilir axı. Reaksiya lövhə üzərində həyata keçirildiyinə görə lövhəmiz böyük bir lövhə götürülməlidir. Çünki proses lövhə üzərində aparılır. Yəni reaksiya lövhə üzərində aparılır və burada bir lövhədən üzərindən bir qədər metal çıxır, əvəzinə digər metal daxil olur və əvəz etmə prosesi lövhə üzərində həyata keçirilir. Ona görə də biz hesablamamızı duza görə aparacağıq. Yəni lövhə həmişə artıq qalır da. Həmişə hesablama az olana görə, yəni duza görə aparılmalıdır. Həmişə duz az olmalıdır. İndi 1 mol duz məhlulu, daha doğrusu 1 mol duz götürəndə, 1 mol miski sulfat götürəndə gördük ki, lövhədə 8 qram artım müşahidə olunur. Burada isə 1 mol duz deyəndə, yəni 160 qram duz nəzərdə tutulur da. 160 qram, çünki 1 mol kuprum SO4 160 qram daxı. 160 qram kuprum SO4 götürüləndə lövhədə 8 qram artım müşahidə olunursa, o zaman biz bayaqları kuprum SO4-ün kütləsini 50 qram tapdıq. Gəlin görək 50 qram kuprum SO4 götürüləndə lövhədə neçə qram artım müşahidə olunacaq. Bu zaman hesablama aparsaq, görəcəyik ki, lövhədə 2,5 qram artım müşahidə olunmalıdır. İndi lövhənin kütləsi neçə qram olacaq? Əvvəl lövhənin kütləsi 20 qram olub, sonra lövhədə deyirik ki, 2,5 qram artım müşahidə olunur. Lövhə 20 qramdan 2,5 qram artacaq, lövhə 22,5 qram olacaq. Doğru cavab A variantında göstərilibdir. Növbəti 13-cü çalışma ilə nizamımıza davam edirik. Bu hissələri pozuram, 13-dən davam edirik.
Deyir C4H6 tərkibli alfa-tik karbohidrogenin molekulunda sp3H rabitələrin maksimum və minimum sayını müəyyənləşdirin. Bilirik ki, C4H6 tərkibli alfa-tik karbohidrogen deyəndə alkin və alkaden nəzərdə tutula bilər. İndi mən əgər bunu alkin kimi nəzərdə tutsam, məsəl üçün butin kimi, CH 3 qat rabitə C, CH2, CH3 ya butin 1 düşünə bilərəm, ya butin 2 düşünə bilərəm, CH3C 3 qat rabitə C, CH3. Bir də mən bunu alkaden kimi düşünə bilərəm. Alkaden kimi butaden 1,3-də düşünə bilərəm. Yazaq CH2 2 qat rabitə CH, CH 2 qat rabitə CH2. Düzdürmü? Aha, ya belə düşünə bilərəm. Ya da ki, kumulya olmuş alkaden kimi düşünə bilərəm. CH2 2 qat rabitə C, 2 qat rabitə CH, CH3. Bax, belə düşünə bilərəm də bu maddələr, düzdürmü? Burada sp3S rabitələrinin maksimum sayı deyəndə, maksimum sp3 vəziyyətdə karbon maksimum mən bax burada gördüm, düzdürmü? Düzdür, burada da var sp3 vəziyyətdə 2 dənə karbon. Bu birincidə, ikincidə də var. Amma ikincidə sp3S daha çoxdur. Niyə? Çünki CH3, CH3 bunlar sp3 vəziyyətdə karbonlardır. Harda tək qat rabitəli karbon görsək, onları sp3 vəziyyətdə götürürük də. Bu da sp3'dür, bu da sp3'dür və burada sp3S maksimum 6'dır. Yuxarıda isə sp3S 5 idi. Ona görə maksimum bunu götürməyəcəm. Maksimum ikinci maddə götürəcəm. Minimum hardadır? Elə bir variant seçməliyəm ki, orada ümumiyyətlə sp3 vəziyyətdə karbon olmasın. Niyə? Çünki bax, burada bu karbon sp2-dir. 2 qat rabitəli karbonlar hamısı sp2-dirlər də, düzdürmü? Heç ümumiyyətlə sp3 vəziyyətdə karbon görmədim. Və bu üçüncü maddədə sp3 vəziyyətdə karbon sayı 0 oldu, minimum oldu. Dördüncü maddəmiz isə kumulya olmuş alkadendir və burada sp3 vəziyyətdə bir dənə karbon görürəm və bu sondakı karbon sp3 vəziyyətdədir və onun 3 dənə sp3S örtülməsi hesabına sigma rabitəsi mövcuddur. Orada artıq minimum olmadı. Deməli, maksimum ikinci maddədə gördük 6, minimum üçüncü maddədə gördüm 0, maksimum 6, minimum 0, doğru cavab 13-də C variantında göstərilibdir. 14-cü çalışma nəticəbsə yoxdur. İndi baxarıq, görək. Bəlkə digər tərəflərə düşübdür. Hələ ki 14-ü görmürəm. Ona görə birbaşa 15-in izahına keçirəm məcbur. 15-də görək bizə nə deyir? Karbohidrogenin 0,2 mol yandıqda 52,8 qram karbon dioksid və 10,8 qram su əmələ gəlibdir. Əvvəlcə gəlin suyun və karbon dioksidin mol miqdarını hesablayaq. Karbon dioksid yazılır CO2 və 1 mol karbon dioksidin kütləsi 44 qrama uyğun gəlirsə, X mol karbon dioksidin kütləsi 52,8 qrama uyğun gələcək. Buradan karbon dioksidin mol miqdarını hesablayaq. Bunun üçün 52,8-i bölərəm 44-ə. Mənə verəcək 1,2 mol karbon dioksid. Deməli, karbon dioksidimiz 1,2 moldur. Keçirik suya. Suyun 1 molu 18 qramdırsa, onda X mol suyum olacaq 10,8 qram. Buradan suyun mol miqdarını hesablamaq üçün 10,8-i bölərəm 18-ə. Mənə verəcək 0,6 mol H2O. Deməli, suyumuz da 0,6 mol H2O oldu. Artıq yazdıq bunları. Bunlar hardan əmələ gəlib? 0,2 mol karbon, daha doğrusu 0,2 mol karbohidrogendən. İndi 0,2 mol karbohidrogenin yanmasından 1,2 mol karbon qazı əmələ gəlibsə, onda 1 mol karbohidrogenin yanmasından gəlin görək nə qədər karbon qazı əmələ gələr. 6 mol karbon qazı əmələ gələr. Deməli, karbohidrogenimizdə 1 molunda 6 mol karbon mövcudmuş ki, bu 6 mol karbon qazı şəklində çıxacaq. Yəni 1 mol karbohidrogendən 6 mol karbon qazı yaranar. İndi gəlin digərinə baxaq. 0,2 mol karbohidrogenin yanmasından 0,6 mol su əmələ gəlibsə, 1 mol karbohidrogenin də yanmasından 3 mol H2O əmələ gələcək. Və nə əmələ gəldi? 3 mol H2O əmələ gəldi. 3 mol H2O 3-2-yə vuranda 6 mol hidrogen atomu eləyir. Deməli, 1 mol karbohidrogendə 6 mol hidrogen atomu mövcud imiş. Deməli, bu maddənin 1 mol karbohidrogenin formulunu C6H6 şəklində müəyyənləşdirdik. Yəni, 1 mol karbohidrogende 6 mol karbon, 6 mol da hidrogen mövcud imiş. İndi bizə deyir ki, karbohidrogenin siklik olduğu məlumdursa, homologun formulunu tap. İndi bu adi məsələ ki, C6H6-dırsa, benzoldur. Benzol üçün ümumi formulumuz olacaq CnH2n çıxılsın 6. Onun homologu tolu ola bilər. C6H5, CH3 şəklində yaza bilər. Yəni CnH2n çıxılsın 6 formuluna uyğun ancaq A variantında var. Yəni bunu qısaldıb yazsaq A variantını yazarıq C7H8 şəklində. Bu da CnH2n çıxılsın 6 formuluna malikdir. N'imiz 7-dir. 7-ni 2-yə vuranda 14. 14-dən 6 çıxanda həqiqətən 8 verir. Yəni doğru cavabı A variantında həqiqətən rahatlıqla görə bilərsiniz. 15-dən sonra keçirik 16. Su ilə qarşılıqlı təsirdə olmayan oksidləri müəyyənləşdirin. Su ilə qarşılıqlı təsirdə olmayan oksid deyəndə biz
baxmalıyıq nəyə? Ya duz əmələ gətirməyən oksid götürməliyik, ya da ki, əsasi oksidlərdən pasiv metalların oksidlərini seçməliyik və yaxud da ki, qarışıq və amfoter oksidləri seçə bilərik. Bütün turşu oksidləri silisium 4 oksid və wolfram OH-dən başqa demək olar ki, yerdə qalan hamısı suda həll olub turşu yaradır. Əsasi oksidlərdən isə qələvi və qələvi torpaq metallarının oksidləri suda həll olub qələvi yaradır. İndi burada kupromol suda həll olmasa da SO2 suda həll olub HCl sulfit turşusu yaradır. Bu getdi. P2O5 turşu oksidi suda həll olur və 0, 20 və 100 dərəcə Selsi temperaturda uyğun olaraq metafosfat, pirafosfat və artofosfat turşuları yaradır. Natrium 2O suda həll olub natrium OH qələvisi yaradır. Bunlar suda həll olanlardır. Ferium 2O3 turşu oksidi suda həll üzr istəyirəm, amfoter oksidi üzr istəyirəm. Suda həll olmaz. Amfoter oksidlər suda həll olmur. SO3 həll olsa da digərləri olmayacaq. SO3 həll olmayacaq. İndi kupromol suda həll ola bilmir, çünki əsasi oksiddir, amma zəif metalın oksiddir. N2O da suda həll olmur, ona görə ki, duz əmələ gətirməyən oksiddir. Elə həll olmayanları soruşduğuna görə 16-da D variantı seçəcəyik. SO3 suda həll olsa da silisium 4 oksid həll ola bilmir, ona görə də G variantı getdi. D variantı qalacaq əlimizdə. 17. Deyir ki, 400 qram suda 180 qram miski sulfat tam həll etdikdə elektroliz başlamışdır. Anodda 0,5 mol qaz ayrılıb. Gəlin əvvəlcə kuprum SO4-ün suda məhlulun elektroliz reaksiyasının tənliyini yazaq. Bilirik ki, pasiv metalların duzları olanda katoda metalın özü gedir. Ona görə də kuprum ayrılacaq katodda. Oksigenli turşuların duzları götürüləndə anodda oksigen qazı ayrılırdı. Anoda oksigen gedəcək. Məhlulda nə qaldı? Təbii ki, sulfat turşusu qaldı. Deyir ki, 400 qram suda 180 qram miski sulfat tam həll edilərək elektroliz başlayılır və anodda 0,5 mol qaz ayrılır. Anodda normalda biz gəl əmsallaşdıraq, suyun qarşısına 2 yazsaq, HgSO4-də 2, kuprum SO4-də 2, kuprumda 2 yazarıq. Anodda normalda 1 mol oksigen qazı ayrılır və deməli deyir ki, bu zaman dayandırılarsa alınan məhlulda duzun kütlə payını hesablayın. Aha, gəlin görək indi nə qədər duz elektroliz uğrayıb, məhlulda nə qədər duz qalıb, indi ona baxaq. Normalda 1 mol oksigen qazı ayrılanda bilirik ki, məhlulda 2 mol kuprum SO4 elektroliz uğrayır. 2 mol kuprum SO4 isə 2 vurulsun 160 qram kuprum SO4 deməkdir. 1 mol oksigen anodda ayrılanda 320 qram kuprum SO4 elektroliz uğrayırsa, burada 0,5 mol oksigen qazı ayrılıbdır anodda. Gəlin görək bu nə qədər kuprum SO4 duzunun elektrolizindən yaranır. 1 mol oksigen ayrılanda 320 qram kuprum SO4 elektroliz uğrayırsa, 0,5 mol oksigen qazı ayrılanda x qram kuprum SO4 elektroliz uğrayacaq. Buradan 160 qram kuprum SO4-ün elektroliz uğradığını tapırıq. Əlimizdə 180 qram duzumuz vardı. Bunun 160 qramı elektroliz uğrayandan sonra 20 qram kuprum SO4 sistemdə artıq vəziyyətdə qalacaq. İndi son məhlulda 20 qram kuprum SO4-üm var. Və son məhlulun kütləsi nəyə bərabərdir? Onu necə taparıq müəllimlər? Deməli, onu tapmaq üçün biz buradan ayrılan oksigen qazı ilə ayrılan mis metalının kütləsinə əsasən hesablama aparacağıq. Aha, bunun üçün nə edərik biz? Məhlulun kütləsini necə hesablayacağıq? Burada azalma yenə deyirəm. Oksigen, uçub gedən oksigen, yəni belə deyək də, anoda gedən oksigen və katoda gedən misə görə biz məhluldakı azalmanı müəyyənləşdirəcəyik. Bunu necə hesablayarıq? Zaten müəllif özü vurğulayıb ki, anodda 0,5 mol oksigen qazı ayrılır. 0,5 mol oksigen, 0,5 vurulsun 32, yəni 16 qram deməkdir. İndi aydın məsələdir ki, 1 mol oksigen qazı ayrılanda 2 mol kuprum, yəni 128 qram kuprum katoda gedirsə, onda 0,5 mol oksigen qazı da ayrılanda x qram mis katoda gedəcək. Buradan katoda gedən misin kütləsini 64 qram taparıq. 64 qram mis katoda getdi. 16 qram da oksigen anoda getdisə, o zaman məhlulda 80 qram azalma müşahidə olunmalıdır. Məhlulumuz 400 qramlıq su ilə 180 qram miski sulfatdan ibarət idi. Yəni düşünürdüm ki, nə gözəl, məhlulum 400 üstə gəlinsin 180. Yəni 580 qram olmalıdır, amma baxırıq görürük ki, yox, məhlulumuz 580 qram olmayacaq. Sonda məhlulumuz 80 qram azalıb, çünki yenə deyirəm 64 qram mis katoda gedib, 16 qram da oksigen anoda gedib və məhlulun kütləsi 80 qram azalıb. O zaman 580 qramlıq məhluldan 80 qram azalma müşahidə olunacaq və məhlulun 500 qram qalacaq. Onda son məhlulda həll olan maddənin kütlə payını hesablamaq üçün mən
nə edirəm? 20 qram miski sulfatım qalıb. Həllan maddə deyəndə, yəni son məhlulda duzun kütlə payına da, yəni həllan maddə deyəndə əslində burada sulfat turşusu yaranıbdır. Həllan maddə deyəndə mən yəni əslində duz deməli idim. Niyə? Çünki müəllif məndən duzu soruşur. Həllan maddə desəydi həm duzla, həm də sulfat turşusunun ikisinin kütlə payını nəzərdə tutardı. Amma həllan maddə demir. Çünki müəllif burada deyir ki, daha doğrusu duzun kütlə payını hesabla. Aha, son məhlulda 20 qram duzum qaldı. Məhlulum isə 500 qramdırsa, omeqanı hesablayanda 20 qram duzu bölərəm 500 qramlıq məhlula vuraram 100%-ə. Bu da mənə verəcək nə qədər? Hardasa 20 bölünsün 5. 20-ni 5-ə böləndə eləyəcək 4. Deməli, son məhlulda duzun kütlə payı 4%-ə bərabərdir. Doğru ifadə 17-də A variantında göstərilibdir. 17-də bitəndən sonra keçirəm 18-ci çalışmanın izahına. Deyir ki, 18-ci çalışmanın izahımıza davam edir. Deyir, normal pentan izomerləşdikdə, deməli, normal pentan götürürük. Normal pentan 5 karbonlu alkandır. Bunu izomerləşdiririk. İzomerləşmə alüminium xlorid katalizatoru iştirakında həyata keçirilir və reaksiya zamanı deyir, həm üçlü karbonla, həm də dörtlü karbonla izomer əmələ gəlibdir. Deməli, buradan izomerləşmə nəticəsində həm neopentan, həm də izopentan əmələ gəlibdir. Hər iki izomerin qarışığı yaranıb. Həm izopentan yaranıbdır, həm də neopentan əmələ gəlibdir. Deməli, mən normal pentan götürmüşəm. Normal pentan necə yazılır? C6, C5, daha doğrusu H12 və nə qədər götürmüşəm? 4 mol götürmüşəm və 4 mol C5H12-də, 4 mol C5H12-də 4 mol yazıram. 4'ü karbon indeksdəki 5'ə vuranda 20 mol karbon atomu görürəm və bu 20 mol karbon atomu izomerləşmə nəticəsində sayını dəyişməyib. Niyə? Çünki izomerləşmə zamanı karbon sayı dəyişməz. Sadəcə olaraq maddənin quruluşu dəyişir. Çünki bunlar quruluş izomerliyi yaradırlar bir-birindən. Sadəcə olaraq maddə quruluşunu dəyişdi. Yəni burada belə deyək də karbon sayı dəyişmədi. Və izomerləşmə nəticəsində 20 mol karbonun var idisə, yenə də elə 20 mol nədir? Karbon atomu olan maddələr qarışığı yaranacaq. Sadəcə olaraq belə deyək də karbon öz quruluşunu dəyişdi. Yəni daha doğrusu maddə öz skeletin, yəni quruluşunu dəyişdi. Karbon sayı burada dəyişmədi. Və deyir ki, əmələ gələn maddədə üçlü karbonların sayı karbon sayının 5%-ni təşkil edir. Onda 20 mol karbonun varsa 20-nin 5%-ni tapsam, bu mənə verəcək nə qədər? 20-nin 5%-ni tapanda 20-ni vururam 5-ə, bölürəm 100-ə. Bu hardasa mənə verəcək 1 mol. Deməli 1 mol üçlü karbonla maddə əmələ gəlib. Onda belə çıxır ki, 1 mol nə əmələ gəlibdir? Bax 1 mol, bax əmsal kimi yazdım. İzopentan əmələ gəlibdir. Üçlü karbon çünki burada vardı. Bax bu üçlü karbondur da, düzdürmü? Üçlü karbon çünki 3 dənə karbon qonşusu var. Və deyir ki, 10% dörtlü karbon əmələ gəlib. İndi yenə deyirəm, karbon sayımız 20 moldursa, 20 mol karbonun əgər mən 10%-ni tapsam, 20-ni vuraram 10-a, bölərəm 100-ə, bu deyilər 2 mol. Deməli 2 mol reaksiya nəticəsində 2 mol neopentan, yəni 2 mol 2,2 dimetil propan maddəsi əmələ gəlir ki, bax burada bu ortadakı karbon dörtlü karbondur. Bir dənə 1 mol neopentanda, yəni 2,2 dimetil propanda bir ədəd 1 mol daha doğrusu dörtlü karbon var. Onda belə çıxır ki, bu 2,2 dimetil propandan 2 mol əmələ gəlibdir ki, 2 mol 2,2 dimetil propanda 2 mol dörtlü karbonumuz olub da. Yəni mən buradan belə başa düşdüm ki, mən bu maddədən 4 mol götürsəm də 4 moldan 1 mol nə əldə etmişəm? Üçlü karbonu olan deməli izopentan əldə eləmişəm. 2 molda dörtlü karbonu olan neopentan əldə eləmişəm. 2 mol neopentanda 2 mol dörtlü karbon mövcuddur. 1 mol izopentanda da 1 mol deməli üçlü karbon mövcuddur. Onda belə çıxır ki, 4 mol pentanın 1 molu izopentana, 2 mol da neopentana çevrilib. Onda 1 molu artıq vəziyyətdə qalıb. Yəni bunun 4 mol götürsəm də bunun 3 molu sərf olunub, 1 molu artıq qalıbdır. Yəni 4 mol götürmüşəm, 3 molunu sərf eləmişəm. 3 moldan 1 molu izopentana, 2 molu isə neopentana çevrilib və 4 mol götürsən də bunun 3 molu sərf olunduğuna görə 1 molum normal pentan şəklində artıq vəziyyətdə qalıbdır. Deməli, reaksiya daxil olmayan normal pentanımın sayı 1 mola bərabərdir. Bu da 18-də bizə B variantında göstərilibdir. 19. Hidroliz zamanı mühitdə OH iyonlarının qatlığı artır. İndi hidroliz zamanı mühitdə OH mənfi iyonlarının qatlığı artır. Harda olacaq? Qərəvi mühit,
olanlarda. Məsəl üçün A variantında natrium sülfat ümumiyyətlə hidrolizə uğramır. Kuprum SO4-də isə mühit turş mühitdə H müsbət ionlarının qatlığı artar. OH artmaz ki. Natrium 2SO3-də mühit qələvi mühitdir. Aha, OH mənfi ionlarının sayı artar. Həmçinin kalium PO3-də də təbii ki mühit qələvi mühitdir. Çünki metafosfat turşusundan kalium OH qələvisinin birləşməsindən əmələ gələn duzda mühit qələvi mühitdir. Çünki qələvi tərəfim daha qüvvətlidir. Təbii ki, burada mühit qələvi mühit olacaq. OH mənfi ionlarının sayı artacaq. Doğru cavab 19-da B variantına göstərilib. Digərləri niyə yanlışdır? Çünki C variantı turş mühit verir və kuprum xlor-2, kalsium xlor-2 isə ümumiyyətlə hidrolizə uğramır. D variantında amonium nitrat, nitrat turşusu turş mühit verəcək bizə. H müsbət ionlarının sayı artacaq. Natrium xlor hidrolizə uğramır. Kalsium SO4 hidrolizə uğramır. Doğru cavab elə B variantında göstərilibdir. 20 ilə davam edirik. Deyir propin, butin 1, butin 2-dən ibarət qarışığı adi şəraitdə rəngsizləşdirdiyi bromun mol miqdarı 12 moldur. İndi gəlin belə eləyək də. Yuxarıda mən izahını verim onun. Bir başqa rəng götürüm, başqa rənglə izahını verim. Deməli 20 nömrəli çalışmanın izahını buradan verirəm. Propin veribdir, yazıram CH4. Butin 1 veribdir. Yazacağım bunu nə? C4H6 və butin 1 yazacağım. Butin 2 də yenə C4H6-dır. Bunu da yazıram butin 2 şəklində. Deyir, bunlardan ibarət qarışığı adi şəraitdə rəngsizləşdirdiyi bromun mol miqdarı 12 moldur. İndi deyək ki, X mol propin mənim, Y mol butin 1-im, Z molda butin 2-im var. Bilirik ki, bunlar bromlu su ilə rəngsizləşəndə 1 mol alkin, 2 mol bromlu suyu 2 mol brom 2 ilə reaksiyaya girir. Nəyə görə 2 mol brom 2 ilə reaksiyaya girir? Çünki 1 mol alkində 2 mol pira adəsi var və 1 mol brom 2 1 mol pira adəsini qırır. 2 mol brom 2 isə 2 mol pira adəsini qıracaq. Deməli 1 mol alkin 2 mol brom 2 ilə reaksiya daxil olmalıdır ki, 2 mol pira adəsi qırılsın. Onda belə çıxır ki, X mol propindən propin 2X mol brom 2 ilə reaksiyaya girər. Y mol butin 1, 2Y mol brom 2 ilə reaksiyaya girər. Z mol butin 2 də təbii ki 2Z mol brom 2 ilə reaksiyaya girəcək. Bax, lap istəyirsiniz nümunə kimi bir dənəsini göstərir. Məsəl üçün propini götürsək, üzərinə brom 2 gələndə mən 2 mol brom 2 gəlməliyəm ki, o 2 mol brom 2 gəlib bu 2 mol pira adəsini qırsın. Hər 1 mol pira adəsi qırılanda 1 mol brom 3 qat rabitəli karbonlara birləşir. İndi 2 mol pira adəsi qırılanda hərəsinə 2 mol brom 2 birləşəcək. Bax, brom 2 yazacağım. Bromun sayını 2 yazacağım. Burada elə bil ki, elə bil ki, bax, əmələ gələn birləşməmiz belə olacaq da. Reaksiya nəticəsində əmələ gələn birləşməmiz, gəlin pozum. Elə bil ki, qat rabitə qırılacaq. Nəticədə əmələ gələcək CH brom 2, CH brom 2 və C brom 2. Yəni 2 qat rabitələr qırılır, hər tərəfə brom 2 daxil olur və belə bir doymuş birləşmə əmələ gəlir və göründüyü kimi hər alkin üçün bütün alkinlərdə belədir. Pir rabitəsi qırılır, 2 mol pir rabitəsi qırılır və əvəzinə 2 mol brom 2 daxil olur. İndi 1 mola 2 mol isə X mola 2X mol. Buna 2Y mol, buna da 2Z mol brom 2 lazım olacaq və əmələ sərf olunan brom 2-lərin cəmi 12 mola bərabərdir. Buradan 2-lər xısar getsə, X üstə gəl, Y üstə gəl, Z bərabər olacaq 6-ya. Deyir, qarşılıq maksimum 2,5 mol gümüş bir oksidin amoniaklı su məhlulu ilə reaksiyaya girdiyi məlumdursa, butin 2-nin qarşıdakı mol miqdarını hesablayın. İndi aydın məsələ ki, butin 2, daha doğrusu argentum köyünə reaksiya girməyəcək. Səbəb nədir? Çünki butin 2 yazılır CH3, C3 qat rabitə C, CH3. Və göründüyü kimi butin 2-də 3 qat rabitəli karbonların hidrogeni yoxdur. 3 qat rabitəli karbonun hidrogeni yoxdursa, o argentum köyünə reaksiya daxil ola bilməyəcək. Çünki argentum köyünə reaksiya daxil olmaq üçün 3 qat rabitəli karbonun hidrogeni olmalıdır ki, o gəlib argentumdan əvəzlənə bilsin. Deməli, mən həm butin 1, həm də butin 2 daha doğrusu butin 2 üçün daha doğrusu argentum köyünə reaksiya nəzərə almayacaq. Çünki butin 2 argentum köyünə gedə bilmədi. Yenə deyirəm, 3 qat rabitəli karbonun hidrogeni yoxdur. Amma həm propin molekulunda, həm də butin 1 molekulunda 3 qat rabitəli karbonların hidrogeni olduğuna görə onlar argentum köyünə reaksiya girirlər və gəlin istəyirsiniz birini nümunə kimi göstərir. Məsəl üçün butin 1-i göstərsək, bunun üzərinə 1 molun üzərinə
0,5 mol argentum Q gəlməliyəm. İndi deyirsiniz niyə? Çünki 0,5 mol argentum Q-da 0,5 argentum indeksindəki 2 vuranda eləyir 1 argentum və o 1 argentum gəlib 1 hidrogeni əvəzləyir. Həm butin 1-də, həm də propin molekulunda 3 qat rabitəli karbonun 1 hidrogeni var. Digər 3 qat rabitəli karbonda hidrogen yoxdur. Lap propində gəlin təsəvvür eləyək. CH 3 qat rabitəsi CH3. Göründüyü kimi propində də bir dənə hidrogen var 3 qat rabitəli karbonda və həmin o 1 hidrogeni əvəzləmək üçün bizə 0,5 mol argentum Q lazımdır. Onda x mol CH4 üçün, yəni belə deyək də 1 mol CH4-də 0,5 mol argentum Q lazımdırsa, x mola da nə qədər argentum Q lazımdır? 0,5 x qədər argentum Q lazımdır. Həmçinin butin 1 üçün də 1 moluna 0,5 mol lazımdırsa, y moluna da 0,5 y mol argentum Q lazımdır və mənə də deyir ki, bu 2,5 mola bərabərdir. Buradan 0,5-lər ixtisar getsə, x üstə gəl y bərabər olacaq 5-ə. İndi biz bayaqları yuxarıda tapmışdıq ki, x üstə gəl y bərabərdir 6. İndi x üstə gəl y üstə gəl z daha doğrusu bərabərdir 6. İndi x üstə gəl y-i 5 tapdıq. Onda belə çıxır ki, bu x üstə gəl y-i pozub yerinə 5 yaza bilərəm. Onda belə çıxır ki, 5 üstə gəl z 6-dırsa, z-imiz bərabərdir 1-ə. Z-imiz 1-ə bərabərdirsə, deməli qarşıdakı butin 2-nin mol miqdarı 1 mola bərabər olacaq. O da 20-də A variantında göstərilibdir. Butin 1-i soruşurdu. Nəyə daha doğrusu butin 2-ni soruşurdu zaten mənə. Mən də butin 2-nin Z-dir də, Z-i tapdım da. X-dən Y 5-dirsə, X, Y, Z-in də cəmi 6-dırsa, onda belə çıxır ki, Z burada 1 mol olacaq. Doğru ifadə A variantında göstərilibdir.